Hər vaxtınız xeyir əziz izləyicilər. Qəzetimizin 17 aprel 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugünkü nömrəmiz 12 səhifədən ibarətdir. İlk səhifəmizdə Gürcüstan prezidenti Mikhail Kavelaşvilinin Azərbaycana rəsmi səfəri ilə bağlı başlıqlar yer alıb. Prezident İlham Əliyevlə təkbətək görüş başlıqlı yazıda bildirilir ki, aprelin 16-sında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın prezidenti Mikhail Kavelaşvilinin təkbətək görüşü keçirilib. Qəzetimizin ikinci səhifəsində də Gürcüstan prezidenti Mikhail Kavelaşvilinin Azərbaycana rəsmi səfəri ilə bağlı yazılar yer alıb. Bu yazıların başlıqlarını isə təqdim edirik. Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan və Gürcüstan prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub. Bakı-Supsa, strateji neft boru kəməri başlıqlı yazı isə 3-cü səhifəmizdə dərc olunub. Bakı-Supsa və ya Qərb İxrac boru kəməri Xəzər neftinin Səngəçal terminalından Gürcüstanın Qaradəniz sahilində yerləşən Supsa limanına nəqli üçün nəzərdə tutulub. Azərbaycan neftinin qərb istiqamətinə çatdırılmasını təmin edən bu boru kəmərinin fəaliyyətində zaman-zaman fasilələr müşahidə olunsa da, bu nəqliyyat xətti bu gün də öz strateji əhəmiyyətini saxlayır. Hazırki dövrdə ölkəmiz bu kəmərlə demək olar ki, xam neft ixrac etmir. Bununla yanaşı, boru kəmərinin fəaliyyəti tamamilə dayandırılmayıb. Gürcüstan-Azərbaycan əlaqələrinə həsr olunan yazılar isə 4-cü səhifəmizdə yer alıb. Bu səhifədəki yazılar çoxşaxəli əməkdaşlığın dinamikası və strateji əhəmiyyəti, dostluq və fəal tərəfdaşlıq nümunəsi, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi layihəsi orta dəhlizin bir hissəsidir başlıqları ilə verilib. Sözgedən ikinci yazımızda qeyd olunur ki, Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaratmış və əslində orta dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Qəzetimizin 5-ci səhifəsində isə ötən günlərin maraqlı məlumatları yer alıb. Bunların da başlıqlarını təqdim edirik. Sloveniya parlamentinin nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycan-Sloveniya parlamentlərarası əməkdaşlığı müzakirə edilib. Müdafiə naziri Türkiyə parlamentinin Milli Müdafiə Komissiyasının sədri ilə görüşüb. Səhiyyə Nazirliyində Belarusun ölkəmizdəki səfiri ilə görüş. Günün siyasi nəbzi 6-cı səhifəmizdə tutulub. Bu səhifədə Azərbaycan-Çin əlaqələri ilə bağlı yazılar yer alıb. Enerji və texnologiyanın kəsişməsində Azərbaycan-Çin iqtisadi əlaqələrinin yeni üfüqləri başlıqlı yazıda bildirilib ki, Azərbaycan və Çin beynəlxalq sistemə qərb mərkəzli baxışdan fərqli suverenliyə əsaslanan bir münasibət sərgiləyir. Hər iki ölkə xarici müdaxiləyə qarşı çıxır, öz daxili siyasətini müstəqil yürütmək prinsipinə sadiq qalır və çoxtərəfli əməkdaşlığı prioritet kimi təqdim edir. Bu baxımdan iki ölkə arasındakı əlaqələr təkcə iqtisadi imkanları deyil, həm də geosiyasi mövqelərin yaxınlığını göstərir. 7-ci səhifəmiz isə hadisələr kontekstində rubrikasına həsr edilib. Bu rubrikamızda Hayastanda hay-haray, passiv revanşistlər aktiv fazaya keçid istəyir başlıqlı məqalə yer alıb. Regionda sülh prosesinə xələl gətirmək, gərginliyi artırmaq, hayların beynində düşmənçilik toxumlarını cücərtmək, hətta bəzi çıxışlar açıq şəkildə terrora çağırış, yeni müharibə ritorikası ilə müşayiət olunur. Bu isə nəinki region üçün, bütövlükdə beynəlxalq təhlükəsizlik üçün də ciddi təhdiddir. Konstitusiya və suverenlik ilinə həsr edilmiş yazı isə 8-ci səhifəmizdə dərc edilib. Milli qürurumuzun ən yüksək təcəssümü başlıqlı yazıda bildirilib ki, 2025-ci il xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin iki mühüm zirvəsinin 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 30 illik yubileyinin və Vətən müharibəsindəki tarixi qələbəmizin 5 illiyinin eyni vaxtda təsadüf etməsi əlamətdardır. Bu iki möhtəşəm hadisə millətimizin azadlıq eşqini və qürurunu simvolizə edərək bizi keçmişin sərt sınaqlarından gələcəyin işıqlı zirvələrinə doğru aparır. 9-cu səhifəmizdə də günün siyasi nəbzi tutulub. Bu səhifədə qardaşlıq, birlik və həmrəyliyin qüdrəti başlıqlı yazı yer alıb. Prezident İlham Əliyev tərəfindən irəli sürülən təklif və təşəbbüslərin həyata keçirilməsi türk dilli ölkələr arasında əlaqələrin inkişafına əsaslı töhfə verib.
TÜRKPA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahlarının Bakıda yerləşməsi, 2020-ci il aprelin 10-da Türk Şurasının videokonferans vasitəsilə fövqəladə zirvə görüşünün keçirilməsi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş digər məsələlər deyilənlərə bariz nümunələrdir. 10-cu səhifəmizdə hadisələr kontekstində rubrikasına həsr edilib. Bu rubrikamızda reallığın fərqi, Ermənistanın əlində sülh göyərçini yoxsa silah sualının cavabı verilib. Həmçinin bu səhifədə Parisin azadlıq anlayışının radiusu çox kiçikdir başlıqlı məqalədə dərc edilib. İkinci yazımızda qeyd olunur ki, aprelin 11-də Fransada baş verən insident Əlcəzair və Fransa arasında son aylarda müşahidə edilən diplomatik yumşalmaya ciddi zərbə vurdu. Fransada yaşayan və sosial mediada Amir Dizi kimi tanınan müxalifətçi Əmir Buxorsun güya uğurlanması ilə bağlı aparılan istintaq çərçivəsində 3 Əlcəzairli, o cümlədən ölkənin konsulluq əməkdaşı saxlanıldı. Paris tərəfindən bu şəxslərə qarşı ağır cinayət ittihamları irəli sürüldü ki, bu da Əlcəzair tərəfindən kəskin narazılığa səbəb oldu. 11-ci səhifəmizdə isə Türkiyədən xəbər var. Türkiyə enerji dəhlizi mövqeyini gücləndirib başlıqlı yazı bu hissədə dərc edilib. Enerji sahəsində qlobal oyunçu olmağı planlaşdıran Türkiyə yeni işbirliklərinə hazırlaşır. May ayının 2-də Turkuaz Media qrupunun təşkil etdiyi İstanbul Təbii Sərvətlər zirvəsi də keçiriləcək. Son səhifəmizdə isə Maraq Dünyamız rubrikasında bəşər tarixinin ən ağır ili müəyyən olunub. Buqan qrupundan olanlar beynimiz zamanda səyahət edə bilərmi? Onu hara gəldi qoymayın, yoxsa kimi maraqlı məlumatlar dərc edilib. O cümlədən söz gedən son səhifəmiz hava haqqında məlumatla da yekunlaşır. Bizim səslə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.